İnsan gərək keçmişini unutmasın. Səni karatenin brilyantı edən əsas xüsusiyyətləri nələrdir? Qızıl medala ac olmuşam və dərhal qızıl medal aldıqdan sonra döndükdən sonra daha özüm üçün bir həftəlik kampaniya eləməmişəm, bir aylıq dincəlmələr eləməmişəm. 20 il öncəki Rafael, bugünkü Rafaelə nə məsləhət verərdi? Bugünkü gündə karyeramdan sonra mənə dost bildiklərim, birbaşa deyirəm, özləri də bilirlər, məşq bildiklərim, bəzi müəllim bildiklərim yanımda durmadılar. İdmandan kənarda bir Rafael var. O Rafael nədən qorxur? Rafael həyatda qorxduğu şey odur ki, vay hara getdi ya. Amma mənə dedilər ki, Rafael sənin verilişinə gəlməz. Mənim gəlməyim bu sualların cavabıdır. Salam. Xoş gəlmisiniz. Çox sağ olun, Allah razı olsun. Necəsiz? Yaxşıyam, şükür Allah. Siz necəsiniz? Yaxşı. Yaxşı olar. Zədələrinizlə həyat necə gedir? Zədələrlə tək elə bizim zədələrimiz belə qırıq falan olsun. Ürəkdən zədə olmasın, amma ki, hər şey yaxşıdır. Bir-iki professional idmandayıqsa bu elə belə deyil bu. Hamı bilir ki, hamı da bilməsə çox insanlar bilir ki, professional idman sağlamlıqdan biraz kənarda qalır. Amma biz bu yolu seçəndə bizi kimsə buna məcbur eləmir. Özümüz seçirik və seçdiyim yolda da peşman deyiləm. Şükürlər olsun Allaha. Şükür. Sağ olun. Rafael, bugün geri baxanda hansı döyüşün sənin üçün ən yadda qalan olub və nəyə görə? Ümumiyyətlə yadda qalan döyüşlərim çox olub. Baxmayaraq ki, professional idmanda hardasa 7 yaşından məşqə başlamışam, artıq professional olanda bütün döyüşlərimi yadda saxlamışam. Adətən idmançılar çox gözəl uğur nəticə eləyəndə onu yadda saxlayırlar. Sevincli günlərin. Amma ki, məndə unutmadığım döyüşüm var. 2 döyüşümdür. Bir 2012-ci ildə dünya çempionatının finalında İtalyan rəqibim Luigi Bussa ilə heç-hesə qalmışdı və hakimlərin rəyi ilə 4-1 hesabı ilə hakimlər ona vermişdi və onu hələ indiyənə qədər unutmuram və orada haqlı idi və onlarla razılaşıram ki, həqiqətən yəni aktivliyə də baxanda döyüş baxımından İtalyan daha aktiv olmuşdu və sonuncu deyəndə mənim üçün birinci və sonuncu olub. 2021-ci ilin yay olimpiya oyunlarında yenə də həmən İtalyanla finala qaldıq və orada pərdə arxası görünməyən söhbətlər olmuşdu. Amma o döyüşləri unuda bilmirəm, çünki insan gərək keçmişini unutmasın və professional idmançı uduzmağa vərdiş etməli deyil. Düzdür, heç kim robot deyil, heç kim yenilməz deyil bu həyatda. Və uduzduğun döyüşlərdə də, məğlub olduğun döyüşlərdə də həmişə qabağıma qoyub onun üzərində işləməlisən ki, mən niyə görə uduzdum? Mən. Onu əldə eləyəndə, o nəticələri, səhvlərin qarşısını alanda sözsüz ki, qələbə sonunda bizim olur. Və sözsüz ki, 2 mənfi döyüşümdən danışdım, amma İtalyanla ümumiyyətlə biz 16 il rəqib olmuşuq və 16 dəfə döyüşmüşük və çox sayılı tərəfindən deyəsən 9 dəfə qələbə mənim sahəmdə olub və sözsüz ki, biz eyni çəkidə olmuşuq. Əvvəllər mən 70 kiloda, o 80 kiloda çıxış edib və bir neçə ildən sonra çəkilər bizdə dəyişdi. Mən artıq 75-ə qalxdım. 70 kilo ləğv olundu və 80 kilo ləğv olundu. Artıq biz 2 idmançı, 2 dünya çempionu bir çəkidə iştirak elədik və neçə Avropa dünya çempionatlarında biz bir-birimizin yarım final, final və birinci, ikinci necə deyirlər, raundlarda, yəni rəqib idik və şükürlər olsun ki, rəqib olmuşuq, amma ki, həmişə də olmasa çox, necə deyirlər, faizlərdə mən üstün olmuşam. Səni karatenin brilyantı edən əsas xüsusiyyətləri nələrdir? Məni karatenin brilyantı eləyən xüsusiyyətlərdən belə deyərdim ki, sözsüz ki, mənim əziyyətimdir. Çünki professional idmançıların 70, 80, 90% əziyyət çəkir və nəticə əldə edirlər və bir neçə ildən sonra və 1 ildən sonra və 6 aydan sonra bu nəticələr təkrarlanmır. Bəli. Amma neçə illər olub ki, 10 il, 12 il ardıcıl mən Avropada demək olar ki, bəlkə bir dəfə finalda məğlub olmuşam və bir dəfə 3-cü yer olub və neçə illər dalbadal mən öz çəkimin lider olmuşam və
Ta o vaxtdan bu günə qədər hələ də rekordum qıran olmayıb. Suala qayıdanda isə mənim əziyyətim olub, mənim prinsipim olub. Mən həyatda həm prinsipli insanam və bir insan həyatda prinsipli insansa, sözsüz ki, öz idmanında da prinsipli olub və həmişə döyüşə, medala, qızıl medala ac olmuşam və dərhal qızıl medal aldıqdan sonra, döndükdən sonra daha özüm üçün bir həftəlik kampaniya eləməmişəm, bir aylıq dincəlmələr eləməmişəm. Daim 2 gündən sonra yenidən köklənmişəm, məşqlərimi davam eləmişəm və mənə elə gəlir ki, bir insan nəyisə nail olmaq istəyirsə, hər şey yox, amma çox şey qurban verməlidir. Həyatında elə bir məğlubiyyət olubmu ki, gecələr yatanda o döyüş yuxuna girir? Yuxuma girməyib, amma 6 ay 2012-ci ilin finalında məğlub olduqda. Çünki o momentlər, o zamanlar 2012-ci ildə mən finala qədər heç bir rəqibimi hiss eləmədim. Finala qədər cəmi bir dənə xal buraxmışdım və bütün döyüşlərimi birinci döyüşümdə 1-0 olmuşdu və qalan döyüşlərimi 7-1 və 8-0, 9-0 finala qədər belə gəlmişdim. Hətta mən 82 kilodan gəlib 68 kiloya düşmüşdüm. 2 ay hardasa mən Belçikada tək başıma və düzdür, üstümdə bir müəllim var idi, Belçikalı. Amma öz proqramımla o dünya çempionatına hazırlaşmışdım. Heç kəslə əlaqə qurmurdum Azərbaycanda və sırf köklənmişdim. Həftədə bir dəfə şəhər üzü görürdüm. Birinci mərtəbə zal idi, ikinci mərtəbə qaldığım ev və gündə 5 dəfə məşq edirdim və bunun normalda deyəndə belə bir şeylər kinoda olur. Çünki inandırıcı deyil ki, bir professional idmançı günə 5 dənə məşq eləsin. Sizə psixoloji gərginlik, iradə. Fiziki 15 dəqiqə fasilə, sonra karate texnikasını edirdim. Sonra 2 saat, 3 saatdan sonra karate texnikasından başlayırdım saat yarım və 15 dəqiqə dincəlmək və saat yarım fiziki məşqini və 5-ci məşqim rəqs məşq olurdu. Özüm üçün sadəcə oynayırdım. Və çox gözəl nəticə əldə eləmişdim və onda bilmədiyim döyüş odur ki, o qədər əziyyət çəkdim və finalda heç bir şey eləyə bilmədim. Çünki finala qədər atlayanda həmən gündə 5 döyüş keçirib və çox möhtəşəm döyüşlər keçirmişdim və final 2 gündən sonra idi. 2 gündən sonra elə bir ki, həmən Rafael deyildi. Bir dənə əl, bir dənə ayaq ata bilmədim. Ola bilər 18.000 tamaşaçının içində döyüşürdüm, aura məni çıxdı, ola bilər insanlar məni çıxdı, bəlkə də çox istəyirdim o vaxt 5-ci dəfə dünya çempion olum, ola bilmədim, amma Allahın bir bildiyi var idi, onu əlimdən aldı və ondan 2016-cı ildə yenidən məni sevindirdi və ən azından nəticələrim, əldə etdiyim nəticələr Dünya Karate Federasiyasında və Dünya Karate həyatında danılmazdır və hələ ki, mənim dünya çempionu olmağımı heç kim təkrar eləməyib. Doğrudur. Bəli. İlk dəfə karateyə başlayanda düşünürdünmü ki, bu mövqeyə kimi gəlib çatacaqsan? Xeyr. Çünki mən ilk məşqlərimə başlayanda mənim 6 və 7 yaşım var idi. Onda mən anlamırdım ki, mən dünya çempionu olmaq belə. Sadəcə olaraq Bruce Lee-in kilolarına baxırdıq və sözsüz ki, o vaxt bilirdim ki, karateye gedir Bruce Lee, amma ki, kung fu ilə məşğul olub. Amma ki, çox nadinc və uşaqlardan davakar olmuşam. Gözümdə qorxu olmayıb və bu xarakter, bu stimul, bu istək və özümü tanıyandan xırda-xırda böyüdükdən sonra sözsüz ki, müəllimlərim də potensialı məndə görüb və məndən sözün yaxşı mənasında yaxşı tutublar, yapışıblar, üstümdə durublar, əziyyətlər olub. Heç bir müəllimin əziyyətini danmıram bugünkü günündə. Allah hər kəsin yolunu açıq eləsin, Allah onlara can sağlığı versin. Amma ki, düşünürüm ki, qısa bir zamanda hər şey yaxşı olacaq. İnşallah. İnşallah. Bugünkü gün Rafael Ağayev üçün qələbə nə deməkdir? Rafael Ağayev üçün qələbə çox bir şeydir. Dünya arenasından götürəndə qələbə mənim üçün əgər mənim himnin səslənirsə, mənim bayrağım dalğalanırsa, mənim Azərbaycan xalqım, yəni ki, Azərbaycan deyiləndə kim oxunanda bütün dünya ayağa qalxırsa, bu mənim üçün qələbədir. Ən gözəl qələbə budur. Bəli. Bəzən bir çox şəxslərdən eşidirik ki, Rafael üçün deyirlər ki, egoludur. Egolu? İlk dəfə də eşidirəm. Doğrudan. Hə, valla, ilk dəfə də eşidirəm, amma ki, qulaq gündə bir dənə şey eşitməsə, işləri yaxşı getməz. Ego deyəndə yəni ki, mənəm deyirəm. Nə ola bilər, hər bir insanın fikrinə hörmətlə yanaşıram.
Mən düşünmürəm ki, eləyəm, amma həqiqətən də hamının, yəni ola bilirsən onu kimlər deyə bilər? Kim ki mənlə ünsiyyətdə deyil, kim ki məni qıraqdan tanıyır, kim ki məni çerez internet tanıyır, kim ki mən televizorda danışanda və yaxud hansısa bir kafedə danışanda çox yəni ki, qaşqabaqlı oturan tək olanda dostlarımla olanda deyib gülürəm. Oradan götürə bilərlər. Kiminsə fikri ola bilər eqoluyam, amma mən düşünmürəm ki, eqoluyam. Çünki mənəm olsaydı Allah Taala mənim başımdan çoxdan vurmuşdu. Mən bu nəticələri əldə eləməmişdim. Bugünkü gündə mən bu nəticə ilə başımı salıb aşağı bir addım mənə kim gəlirsəm ona 5 addım atıramsa burada eqodan söhbət gedə bilməz. Amma insanlar danışmalıdır. Çünki bir insan qabaqda olduğu zamanda onun üçün həmişə danışırlar. Bu mənim üçün müsbət bir şeydir. Sizin haqqınızda danışılırsa, demək ki, həyatda ən böyük uğuru qazanmışsınız. Bəli, bəli. Bugünkü gün çevrənizdəki dostlarınızdan da sizi sorsaq, Rafaeli necə təsvir eləyir? Bu dost ümumiyyətlə həm verilişlərdə olub, həm mənim həyatımda olub. Dost mənim üçün biraz artıq bilirsiniz necə gəlib. Biz insanlar elə bilirik ki, həyatda bizim doğrudan da çoxlu dostlarımız var. Dostlarımdan mən belə göz yumulu deyə bilərəm ki, əsl mənim dostlarımdan soruşsaz ki, Rafael Ağayev kimdir? Neçədə olar deyək ki, Rafael Ağayev bizim üçün, yəni Allah kömək olsun, çempion olub, amma biz onu Rafaelin ürəyinə görə, Rafaelin özünə görə, Rafaelin mərdliyinə görə, Rafaelin necə deyərlər, ürəyi varlıdır, başa düşürsünüz? Yəni ola bilər geyimimiz ucuz ola bilər, üzr istəyirəm, şalvarımızda hardasa yırtılaq, onun yamağı ola bilər. Əsas odur ki, bizim öz vicdanımızda, mərdliyimizdə yamağımız yoxdur. Mən dostlarımı belə seçmişəm, mərdliklərinə görə, yəni varlıqlarına görə, səmimi olduqlarına görə, sözsüz ki, hər şey qarşılıqlı olub. Yəqin ki, onlar da mənim dürüstlüyümə, düz insan olmağıma və kişi kimi kişi olmağıma görə seçiblər. 20 il öncəki Rafael, bugünkü Rafaelə nə məsləhət verərdi? Məsləhət deyəndə, özümlə oturub danışanda 20 il bundan qabaq mən ancaq lorillədiyim başımı idmana, yəni ki, bütün həyatım idmanla bağlı idi, tataminin içində. Mən qıraqdan heç nəyi görmürdüm. Mən elə bilirdim ki, hər müəllim məni sevir. Mən elə bilirdim ki, sabah mənim bir ayağıma daş dəysə mənim arxamda duracaq müəllimlər və yaxud dostlar və yaxud tanışlar. Hər kəsə inanmağım mənim ən mənfi cəhətlərimdən biridir. Hər kəsə özümə çox yaxın buraxmağım və bilirsiniz, bəlkə sözüm biraz pis çıxacaq. Hansı ki insana barmağı versən ayırırsan ki, çiynib aparıb. Ona görə mən belə düşünürdüm ki, insan dar günündə və doğrudan da indiki zamanədə dürüst insanlar qalıb, var. Amma mən düşünürdüm 50%, amma mən yanılmışam. Bugünkü gündə karyeramdan sonra mənə dost bildiklərim, birbaşa deyirəm, özləri də bilirlər, məşq bildiklərim, bəzi müəllim bildiklərim yanımda durmadılar. Mənim yanımda durmurlarsa mən də onların yanında durmayacağam. Amma zaman, necə deyərlər, hər bir şeyi yoluna qoyacaq. Hər şey zamanla görünür İnşallah. və düzəlir, öz axarını tapır. Bəli. Azərbaycanda idmançılarla dəstək qane edirmi səni? Şəxsən mənə, Bəli. yoxsa başqa idmançılar? Öz prizmanızda. Belə deyərdim, indi mən bütün idmanın nə cür olduğunu bilmirəm, amma sözsüz ki, olimpiya idman növlərinə diqqət daha da çoxdur. Bu bir mənalı şəkildədir və bunu canlı olaraq izləmişəm. Çünki karate bilirsiniz ki, neçə illər bez olimpiya idman növü oldu və onda da bizə az-çox dəstək olub, amma ki olimpiya idman növü olduqdan sonra bizim üçün dəstəklər çox yaxşı idi. Mən düşünürəm ki, hər zaman sağ olsun bizim prezidentimiz hər zaman idmana dəstək olunub. Sadəcə olaraq dəstəklərin yarısı bizə çatır, çatmır onu biz bilmirik. Çünki orada o qədər məsələlər var ki, biz gəlib həmişə sonu görürük və karyeramı bitirəndən sonra bunun canlı və get-gedə hər bir şeyin necə getməyini bilirəm ki, necə bilirsiniz, həyatda hər şey
biz istədiyimiz kimi olsaydı, mən istədiyim kimi, siz istədiyiniz kimi, həyat çox maraqsız olardı. Bəli. Həyatda ona görə yaxşı və pis insanlar var ki, zamanla biz onları tanırıq. Onlar da bizi. Yaxşı da ki varlar. Əlbəttə ki, Onlar olmasaydılar bu gün uzun fərqimizi əlbəttə, bilməzdilər. əlbəttə. İdmandan kənarda bir Rafael var. O Rafael nədən qorxur? Rafael əslində həyatda sözsüz ki, hər bir idmançının, hər bir insanın çəkinəcəyi və yaxud zəif yerindən vururlar, amma ki Rafael həyatda qorxduğu şey odur ki, yaxınlarını, əzizlərini itirməkdən. Amma ki, nə bilim, qorxum budur, o da ki, ən yaxınımızı itirmişik. Bu qədər. Vay, hara getdik. Allah. İdmanda ədalətsizlik hiss edirsən. Yerlə göy qədər. Şəxsən karateni götürəndə ədalətsizliyi hiss edirəm və bu, belə deyim də, sübutla mən burada danışım, kimsə qıraqda danışmasın. Bir veriliş olsun, çağırsınlar, onlar da danışsın, mən də danışım, ədalət nədirsə onu qoyaq ortaya. Əgər mən səhvəmsə, mən yetərincə kimdən lazımdırsa üzr istəyəcəm. Bugün bir gənc sənə desə ki, mən də Rafael kimi olmaq istəyirəm. Kim desə? Bir gənc. Aha, bir gənc. İlk hansı üç şərt ona deyərdin? 3 şərti deyərdim. İlk şərti deyərdim ki, valideynlərin nə deyirsə ona etməlisən. Dərslərə fikir verməlisən, idmanla bağlı və özünə inanmalısan, yolunda maneələr olacaq. Sən bu maneələri keçəndən sonra əziyyət çəkirsənsə, bir gün Allah təala onun bəhrəsini verəcək. İnşallah. İnşallah. Bugün ölkədə gənclərin sənə qarşı münasibəti sənə hansı hissləri yaşadır? Mən bütün idmançılarımızı buradan salamlayıram. Bizim bir idmançını sevməməsi, orada qısqanclıq, orada paxıllıq ola bilər. Mən öz adıma deyirəm. Onun şəxsi həyatında minuslar, pluslar var. O mənə qalmayıb. Hər bir insan öz həyatını yaşayır və özünə, necə deyərlər, öz həyatını yaşayır. Buna mən qarışa bilmərəm, amma bütün idmançılarımızı buradan salamlayıram və bu Allah hamısının canını sağ eləsin və Allah təala bu gözəlliyi bizə milyonlar insanlar içindən seçib verib ki, bugün biz öz vətənimizdə, öz Azərbaycan xalqımızda sevilirik. Və mən deyərdim ki, 3 dənə Azərbaycanda bugünkü idmançı varsa, onların mən deyərdim ki, düz 3-lükdəyim ki, mən gənclər tərəfindən sevilirəm. Mən doğrudan da bax, kimsə mənimlə Azərbaycanlıyam deyə, mən dünya çempionam deyə fəxr edirəm, amma mən özümlə fəxr edirəm ki, mən Azərbaycan xalqında bu qədər gənclərin içində, böyüklərin, yaşlıların, xanımların, qadınların, kişilərin içində bu qədər sevilirəm. Xoş bir təəssüratdır. Mən çox sevinirəm ki, xalqımda bu qədər sevinirəm və son nəfəsimə qədər çalışacağam ki, həmişə xalqımı sevindirim. Əlimdən nə gəlirsə mən xalqım üçün eləməyə hazıram. Rafael, gənclərin maraqlı olan ən çox da idmançılara da bir sual ola bilər ki, Rafael yarışa necə hazırlaşır? O adı səslənməmişdən öncə hansı hissləri keçirir? Rafael yarışa çox sərt. Bir dənə mənim minus cəhətim odur ki, yuxu problemim var. Mən 17-18 ildir ki, gecə saat 3-də 4-də yatıram və səhər saat 9-da 10-da məşqdə oluram. Amma çox ciddi. Mən öz üzərimdə fiziki, texniki, taktiki bu məşqlərim var mənim. Sonra öz rəqibimi artıq bilirsiniz ki, mən karate kombatda döyüşdüm. O fikir vəziyyətini ki, mən 31 il bir idmanda ulduz oluram, yəni tanınıram, dünya çempionu, dünyanın bir nömrəsi oluram və həmişə sportivni, yəni idman karatesindən, yəni vurub çəkmək zərbəsindən mən keçirəm kombat karateye. Orada hətta
Bolivoydan başqa, yəni ki, boğucu, qırıcı fəndlərdən başqa hər şey var. Bəli. Dizlə zərbə var, dirsəklə zərbə var və 3 raund, 5 raund 3 dəqiqədəndir və oranın da artıq dünya çempionuyam və il yarımdır ki, mən orada çıxış eləmirəm. Bilirsiniz ki, zədələr üz batımdan bir gündə 2 əməliyyat keçirtdim. Amma belə əgər bundan sonra ola bilər ki, bu il ola bilsin ümumiyyətlə olmasın, amma çalışacağam ki, döyüşüm karyeramı bitirdiyimə hansısa döyüşü keçirim, ona görə tam sağalmalıyam və bir döyüş yüngül də olsa keçməliyəm ki, nə vaxtdan da mən tatami görmürəm. Özünüz də idmançı olmusunuz, özünüz də bilirsiniz ki, bu nə deməkdir və yarışa çox ciddi hazırlaşıram və bir rəqibimdirsə mən onu məşq yoldaşlarıma və müəlliminə atıram ki, siz bununla necə döyüşərdiniz və özüm də analiz edirəm və mən analizim çox böyükdür. Yəni mən rəqibin hansı əllə yeməyinə qədər fikir verirəm ki, onun əsl işləyən əli hansıdır. İdmançı var ki, sağla yeyir, amma solla vuruşur. Ona görə hər bir şeyi analizi detal izləyirəm və sözsüz ki, döşəyə və tatamiyə çıxanda məndə heç vaxt olmayıb ki, mən uduzacam. Bu ümumiyyətlə mənim menyumda, mənim qanımda, mənim beynimdə belə bir şey yoxdur ki, mən uduzacam. Düzdür, idmandır, hər şey ola bilər. Bu hər bir idmançı fikirləşir. Yəni qorxu isə kim olur olsun, kimliyindən asılı olmayaraq olsun, sonucuda ən pisi nədir? Məğlub olmaqdır. İnşallah onu bizə nəsib eləməsin, amma idmandır da, idmançı udar da, uduzar da. Bizdə biraz elə var ki, yıxılanı balqalayırıq ki, o bizim yəni ki, çox faizimizdə var ki, bir nəfər uduzdu, onun üstündən gedirik. Bu idmandır. Biz ora çıxanda bilirik ki, mən özüm çıxıb uduzanda da mən istəmirəm ki, uduzum. Bəli. Ona görə mən ailəmdən ayrı qalıram, dostlarımdan ayrı qalıram, 12 kilo, 12. İdmanda qalibiyyət də var, Bəli. Ona görə mən belə deyərdim ki, xalqımıza bir idmançı da uduzanda indi ayaq yeri qoymuram ki, biz udmağa gedirik. Yox, söhbət məndən getmir. Yəni bizim onsuz da elədiyimizi eləmişik. Bizdən sonra gələn idmançıları çox sıxmaq lazım deyil. İdmandır, udmaq da olar, uduzmaq da olar, amma bir idmançı uduzub vərdiş eləməyi öyrəşməməlidir. Bu pis şeydir. Doğrudur. Bəli. Bu həyatda səni ən çox motivasiya edən insan kimdir? Məni motivasiya eləyən insan həyatda ən çox özümə və sağlığında anam və ən çox motivasiya edən demək olar ki, ailəm olub, qardaşlarım, 2 qardaşım, atam və rəhmətli anam. Çünki biz hər zaman çətinliyi o ailədə görmüşük. İndi şükür Allaha bugünkü gündə ev, maşın, iş şükürlər olsun. Amma zaman olub ki, bizim 3 qardaşa bir dənə sapok giymişik ki, məsələn, birincisi mən birimiz giydi, ikincisi mən birimiz. Yəni o günlər də olub, şükürlər olsun buna. Amma motivasiyanı ailəmdən görmüşəm. İndi isə motivasiya olanda ancaq özüm. Ancaq özüm. Öz döyüşlərimə baxa-baxa özümlə söhbət edirlər ki, sən 40 yaşındasan, 20 yaşında idmançı ondan eləsə, sən 12-dən eləməzsən. Mən əminəm ki, anan səninlə fəxr edir. 100%. 100%. Allah razı olsun. Bütün karyera boyu ürəyində qalıb ki, kaş bu döyüşdə bunu edərdim. Həmən o idmançıya qayıdıram, İtalyanla. Olimpiyadada deyirdim ki, yəni kaş bunu yox, kaş bunu eləyərdim. Orada da ən çox günahkar özümü görürəm. Çünki hər bir şeyin yaxşısında, pisində birinci özün olursan. Özün fikirlər verir, özün qərarlar verirsən, özün düşünürsən. Olimpiyadanın döyüşü olsaydı, əlbəttə ki, həmən an elə yox, başqa cür qərarlar verərdim. Bəs həyatında elə bir rəqibin olubmu ki, demirsən ki, mən kaş ondan döyüşərdim, ki, hələ döyüşməmsən? Xeyr, sadəcə olaraq o İtalyan idmançı ilə hətta müsahibədə vermişəm, söz də yollamışam. Kombat karatedə onunla döyüşmək istəyirdim və hətta bildirmişdim ki, bütün qərarlarımı əgər qalib olarsa ona bağışlaya bilərəm. Təki bir dənə gəlsin döyüşək. Hələ elə bir şey yoxdur, olsa böyük məmnuniyyətlə. Bu qədər medal qazandın. Bəs sənin üçün hələ də qazanılmamış ən böyük medal nədir? Əslində o tərəfdən xoşbəxtəm. Karate deyiləndə hansı bir bax ağlınıza gələn karatedən nə yarış olubsa, kişilər arasında hər bir yarışdan medalım var. Elə bir şey yoxdur ki, məsələn, dünya oyunlarıdır,
Avropa oyunlarıdır, İslam oyunlarıdır, Avropa çempionatıdır, dünya kubokudur, dünya çempionatıdır, olimpiyadır. Bir dənə olimpiyadadan qızılım olmuyor, gümüş olub. Amma elə bir şey yoxdur. Əgər yenə də suala qayıtsaydıq, sözsüz ki, olimpiyanın qızılı başqa bir şeydir. Düzdür, bu idmançılar bunu çox yerlərdə demir, amma olimpiyanın adı möhtəşəmdir. Amma elə yarışlar var ki, elə dünya çempionatı var ki, elə bir turnir var ki, elə bir turnir var. Karatedə sayılır Paris Open. Mən Fransanın açıq çempionatı. Bir çəkidə olimpiyadada biz 10 nəfər idik. O yarışda biz olduq 102 nəfər. Bir çəkidə. Və orada bir İranlı gəlir, məsəl üçün, bir türk gəlir. Amma o turnirdə gəlir 5 dənə türk, 5 dənə yapon, 5 dənə italyan. daha Siz özünüz mənim nə başa düşürəm. bildim, nə deməyim, nə istirdim deyim, onu başa düşdünüz. Ona görə olimpiyanın qızılı olsaydı daha gözəl olardı. İnşallah. Sən idman tarixində bir ifadə ilə yadda qalmaq istəsən, o hansı olardı? Sırf karatedən deyərdim. Bəlkə bundan sonra dünyada 6 dəfə, 7 dəfə dünya çempionu olacaq. Bildiyiniz kimi bir şeydə nəzərinizə çatdırım ki, karatedə güləş kimi deyil, hər il dünya çempionatı 2 ildən birdir. Və ola bilər 6 dəfə, 5 dəfə, 7 dəfə kimsə dünya çempionu olsun və bir dünya çempionatında 2 qızıl medal qazanan yeganə dünyada idmançıyam ki, həm 70 çəki dərəcəsində bir dünya çempionatından və onun sabahsı günü bütün çəkilər, yəni ki 5 çəkinin neçə dənə idmançısı olub, 120 kilo, 100 kilo, nə bilim 70 kilo, 65 kilo, onların mən dünya çempionu olmuşam bir gündə. Ona görə kimsə bundan sonra mənim rezultatımı təkrarlasa belə, amma ki inanmıram ki bugünkü idman karatesinə gözəlliyi gətirən Rafael Ağayev kimi kimsə olar. Sözsüz ki, məndən sonra da var Yegiptdən, məsələn, bugünkü gündə 84 kiloda məsələn, bir idmançı var ki, gözəlliyi gətirir. Amma düzdür, mən karyeramı qutarmışam o idman sportivli idmanla, yəni ki, idman karatesindən, amma baxıram deyirəm ki, məsələn, mən bir dünya çempionatında 11 dənə xal buraxmamışam. Məsələn, o dünya çempionudur, bugünkü 2 qat dünya çempionudur, öz çəkisinin bir nömrəsidir. Amma düşünürəm ki, Rafael Ağayev, bax, indi necə yaşayıram deyilir, həyatdan köçəndən sonra da mənə elə gəlir ki, bu idman sevərlərinin çox illər beynində qalacaq. Həqiqətən belədir. Sən heç vaxt unudulmayacaqsan. Allah razı olsun, çox sağ ol. Rafael, idmançılara, gənc idmançılara nə tövsiyə etmək istəyirsən? Gənc idmançılar gənc yaşlarında maşın, pul düşünməsinlər. Mənim atamın bir sözü var. Deyir, 30 yaşına qədər sən adın üçün, Ağayev Rafael üçün işləginə, əziyyət çəkinə, 30 yaşından sonra adın sənin üçün həyata, yəni ki, addım atmağa kömək eləyəcək. Yəni 19-20 yaşında məsəl üçün deyirəm, filankəs filan maşını sürürsə mən də ondan sürməliyəm. Bahalı geyinirsə mən də bahalı geyinməliyəm. Varsa şükür Allaha, yoxsa yenə şükür Allaha. Ulduz xəstəliyinə tutulmamalılar. Yəni ulduz necə xəstəlik? Məsələn, bir il getdin, Avropa çempionu oldun və onun ən azı nəticəsi genəlliklə yenə qızıl olmalıdır. Finalda yox. Ən azından qızıl olmalıdır. Belə fikirləşməklə mən düşünürəm ki, irəli gedərlər. Məşqlərini eləsinlər. Ən önəmli tərbiyədir. Sadəlikdir. Ağız nə qədər bar versə başını aşağı salır. Yəni biz Allahın bəndəsiyik və həyata necə və nədən əmələ gəlmişik unutmamalıyıq. Ona görə biz Allahın bəndəsiyik də, yəni biz mənəm deyib nə ola bilər ki? Allah Taala yəni istədiyi bir zaman insanı ucaldır və biz qaşıq-qaşıq yığdığımız o hörməti bir anda belə edəndə insan hörmətdən düşər. Ona görə hər bir hərəkətimizə, hər bir sözümüzə mən bildiyim qədər fikir vermək. Bu günə qədər bir çox verilişlərdə qonaq olmusan. Bəs veriliş bitdikdən sonra heç düşünmüsənmi ki, mənə bu sualı da versəydilər daha yaxşı olardı? Yox. Yox, düşünmüşəm ki, gərək məsəl üçün. Nə düşünmüşəm? Elə moment olub ki, canlı yayımda olub, müəllimlərim var. Deyirlər ki, məsələn, mənim adımı niyə çəkmədim? Canlı yayımda mən heç nə demirdim, sırası at çəkirdim ki, yəni mən deyirdim ki, müəllim, mən çəkirəm atları, prosta elə momentlər olur ki, yəni montajda kəsirlər. Onu deyirdim ki, mən inanırdılar, inanmırdılar, amma
bacardığım qədər həmişə çəkmişəm. Bu his necədir? Çəkmişəm çünki hansı müəllimin mən vaxtı ikən üstündə əziyyət olubsa, Allah kömək olsun. Onlar mənim ölənə qədər də müəllimimdir. Mən onların hər zaman hörmətini saxlayacağam. Amma iş işdir. İş işdir, amma müəllim də müəllimdir. Mən bu bölümü çəkməzdən əvvəl belə bir vəziyyətlə qarşılaşdım. İdman sferasında olduğuma görə insanlara, idmançılara biraz daha yaxınam. Və biraz da daha əminəm ki, insanları dəvət eləyəndə mənə etiraz etməyəcəklər. Amma mənə dedilər ki, Rafael sənin verilişinə gəlməz. Siz nədiniz? Mən dedim o idmançıdır, mən başa düşürəm. Yox, ən birinci idmançı, ən birinci insanam. Sadəcə olaraq bu aralar bir dənə baxın mən axırıncı və nə vaxt danışmışam. Mənim o qlobal problemim olanda danışmışam və nə qədər mənə dəvətlər olur, mən demirəm, üzr istəyirəm, hansısa bir kanal pis, yaxşı, o mənada demirəm. Sadəcə olaraq mənə danışmamağı məsləhət demişdilər. Bu gün də şükürlər olsun özümüzdən, idmandan, gənclərimizdən danışdıq. Bu nəyə pisdir ki? Amma ki, o deyirlər isə Rafael eqoludur, Rafael belədir. Elə mənim gəlməyim bu sualların cavabıdır. Mən elə fikirləşirəm. Gəldiyinizə görə təşəkkür edirəm. Estağfurullah. Mənim üçün həqiqətən xoş və qürur verici oldu. Çox sağ olun xanım. Mən də sözlü kəsirəm yağla baldan. Mən də sizə təşəkkür edirəm. Bütün komandaya təşəkkür edirəm. İndi biz ekran qarşısında gözəl görsənirik, gözəl çəkilər. O insanlar ki, hansı ki, zamanların Allah bizə vaxtlarını sərf edirlər. Allah onların da canını sağ eləsin. Və bütün xalqımı sevirəm. Bunu demək istəyirəm. Bütün Azərbaycan xalqını sevirəm. Mən hər zaman sizdənəm. İnşallah hər şey yaxşı olacaq. İnşallah.